Bina açılış mərkəzində təşkil edilən dünya çempionatının ikinci günündə ilk olaraq meydana E qrupunda mübarizə aparan Özbəkistan və Türkiyə yığmalara çıxıblar. Qrupdakı birinci oyunda Malta üzərində 5-1 hesablı qələbə qazanan Ayılduzlular yarışın ikinci günü ilk maçını keçirən Özbəkistana 0-1 hesabında məğlub olublar. Qrupun digər duelində isə ilk görüşdə Azərbaycan seçməsindən 0-5 hesabı ilə uduzan Qazaxıstan millisi eyni hesabla Malta yığmasından üstün olub. B qrupuna gəlincə, burada da maraqlı görüşlər oynanılıb. Yarışda ilk görüşdən çıxan Polşa millisi Nigeriya seçməsindən 1-4 uduzub. Bu, Afrika təmsilçisinin ardıcıl ikinci qələbəsi olub. Birinci oyunda onlar Almaniya millisini 5-0 hesabla məğlub etməyə bacarmışdılar. Və nəhayət günün son görüşündə Küveyt və Almaniya seçmələri qarşılaşıblar. Görüş Avropa təmsilçisinin 2-1-lik qələbəsi yekunlaşıb. Qeydəki çempionatda 10 komanda mübarizə aparır. E qrupunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Malta kollektivləri yer alıblar. B qrupunda isə Mərakeş, Polşa, Nigeriya, Küveyt və Almaniya yığmaları yarışırlar. CBC Sportla canlı yayınlanan turnirə iyunun 16-sı üçün olacaq. Qalib komanda isə ilk rəsmi dünya çempionu kimi tarixə düşəcək.